2025-ci il 2-4 iyun tarixlərində Xəzər regionunun neft, qaz və enerji sektorunun ən nüfuzlu tədbiri Bakı Enerji Həftəsi baş tutdu. Enerji Həftəsi 30-cu yubiley Xəzər neft və qaz sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi və 30-cu Bakı Enerji Forumunu bir araya gətirdi. Tədbirin formatı müasir enerjinin əsas tendensiyasını, ənənəvi mənbələr və yaşıl keçid arasında sıx əlaqəni əks etdirir. Bu ilki sərgi və forumda 39 ölkədən 267 şirkət iştirak etdi. İştirakçıların coğrafiyası Avropa və Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər bütün enerji mənzərəsini əhatə edir. Bakı Enerji Həftəsi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş Xəzər neft və qaz sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Keçirildiyi 30 il ərzində Bakı Enerji Həftəsi Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib. Dünyanın 80 ölkəsindən 9000-dən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib. Bu il sərgi iştirakçılarının 35%-ni yeni şirkətlər təşkil edirdi. Eyni zamanda iştirakçıların təxminən 70%-ni xarici firmalar, 30%-ni isə yerli müəssisələr təşkil edirdi. Bu, Azərbaycanın enerji potensialına və Avrasiyada davamlı və şaxələndirilmiş enerji arxitekturasının formalaşdırılmasındakı roluna artan beynəlxalq marağı nümayiş etdirir. Eyni zamanda yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. 1994-cü il sentyabrın 20-sində əsrin müqaviləsinin imzalanması ilə Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməli qoyuldu. 2 iyun 2025-ci ildə Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışında buna toxunan Prezident İlham Əliyev bildirdi ki, əsrin müqaviləsi regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi. Çıxışında yenilənən enerjinin əhəmiyyətini xüsusi vurğulayan Prezident, Azərbaycanın yaşıl enerji gündəliyinin olduqca iddialı olduğunu bildirdi. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Biz 2030-cu ilədək 6,5 gigavat həcmində istehsal edilə biləcək bərpa olunan enerji gücünə malik olacaq. Bu da bizim ümumi enerji istehsalımızın 35%-dən çoxunu təşkil edəcək, deyə bildirən dövlət başçısı, bütün bu yaşıl enerji potensialımız nəticəsində Azərbaycanın elektrik enerjisinə artan tələbatının məhz bərpa olunan enerji hesabına təmin ediləcəyini bəyan etdi. Azərbaycan bu tədbir vasitəsilə zəngin enerji resurslarına, tükənməz və əvəz olunmaz sərvətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Keçirilən sərgi və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Bu beynəlxalq miqyaslı tədbirlər bir daha sübut edir ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizlik sisteminin formalaşmasında əsas aktordur. Dövlətimizin enerji təhlükəsizliyinə verdiyi töhfələr danılmazdır. Bu səbəbdən də bugünkü mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir.